vaxtınız xeyir olsun, xoş gördük sizləri. Podkastımızın bu dəfəki buraxılışında qonağımız Məktəb Lisey Kompleksin təqaüddə olan müəllimi, ibtidai sinif müəllimi Məleykə Mehdiyevadır. Xoş gəlmisiniz. Çox sağ olun. Dəvətiniz üçün təşəkkür edirəm. Siz çox sağ olun dəvətimizi qəbul eləyib gəldiyiniz üçün. Məleykə müəllim, neçə il pedaqoji təcrübəniz olub? 46 il. 46 il. 46 il hər gün səhər tezdən problemlərinizlə, qayğılarınızla necə olub ki, dərsə gəlmisiniz və o dərs prosesini aparmısınız? Mən əvvəldən bu sənəti çox sevmişəm. Birinci sinifə gedəndə məndən müəllim deyəndə ki, nə olmaq istəyirsiniz? Uşaqlara sual verirdilər. Demişəm ki, sizinkini ibtidai sinif müəllimi. Və bu peşəyə öz arzumla, istəyimlə gəlmişəm. Ona görə mən evimdən çıxanda, inanın, hər şeyi evdə qoyub çıxmışam. Yəni, öz problemimi məktəbə, sinifə gətirməmişəm. Mənim problemim, mənim evimdədir. Məleykə müəllim, bu həm də çox güclü bir iradə tələb eləyir. Çünki insanın gözləri yaşararkən onu çölə deyil, içəri axıdıb, dodağında təbəssüm olmağı, üzünə təbəssüm verməyə bu çox güclü bir iradədən xəbər verir. Ola bilərmi ki, burada həm də sizin içinizdəki o uşaq öz rolunu oynayıb? Məsələn, siz deyirsiniz ki, mən sinifə girəndə uşaqlarla bir yerdə əylənirəm, oynayıram. Sizcə içimizdəki uşağın çölümüzün neçə yaşında olmağı ilə əlaqəsi varmı? Birisi sinifə girəndə sanki sən də uşaqlarla uşaqlaşırsan. Mənə elə gəlir, indi bilmirəm, hamı elədir, onu hiss edir. Mən uşaqların içində uşaqlarla bərabər, onlarla deyirsən, onlarla gülürsən, onların bir nəysə ağlayanda sən də deyirsən ki, bax ağlama, mən də ağlayaram, bax gördüm, mənim də gözlərim doldu. O sil gözü məni çox istəyirsənsə, uşaq o an özünü tez yığışdırır və yaxud sevinəndə onlarla bərabər sevinməlisən. İbtidai sinif müəllimisənsə, bütün bunlara əməl etməlisən. Çünki onlar körpədirlər. Hələ məktəbin bünövrəsini indi qoyurlar, qədəm qoyurlar. Hələ həyatın nə olduğunu dərk etməyən körpələrdir. Onlarla böyük kimi danışmaq çox çətindir. Böyük kimi desən, onlar nə səni sevər, nə dərsə məhəbbəti olar. Uşağı gərək sinifdə uşaq dili ilə danışasan. Bunu mən həmişə etmişəm. 46 ilin ömrümün 46 ilini o pedaqoji fəaliyyətə həsr etmişəm. Hər gündə o, necə deyim, hisslə sinifə girmişəm. Bəlkə də ona görədir, müəllimlər digər peşə sahiblərinə nəzərən daha gənc, daha gümrah olurlar. Gənc kadr olaraq 46 il əvvəl o məktəbə daxil olanda yaşadığınız hisslər, duyğuları xatırlayırsınızmı? Əlbəttə xatırlayıram. Mən ilk dəfə təyinatımı öz rayonumuza, öz məktəbimə, öz müəllimlərimlə bir məktəbdə işləməyə başlamışam. Sanki müəllimlər otağına girəndə düzdür. Əvvəl biraz çəkinirdim. Müəllimlərimin qabağında utanırdım. Onlar bir zarafat edib deyəndə mən dinməcənə qıraqdan durub baxırdım. Deyirdilər ki, müəllimə, sən müəlliməsən, bizim həmkarımızsan. Mən həmişə onlardan da onlar danışanda da sanki qarşımda müəllimlə danışıram. O hisslə mən onlara müraciət edirdim. Özünüz müəllim olaraq fəaliyyət göstərsəniz. Bəli. O qarşımdakının müəllimim kimi yenə də o qarşımda müəllimlə danışıram kimi hiss edirdim də. Yəni bu mənə elə gəlir ki, elə də olmalıdır. Qorxu var idimi o vaxt Məleykə müəllim? İlk tədrisə başlayanda, ilk sinif otağına girəndə ehtiyat edirdinizmi? Deyirdinizmi ki, yox, mən bacarmaram, eləyə bilmərəm? Yox, heç vaxt onu etməmişəm, yalan deyə bilmərəm. Çünki uşaqlıqdan ona həvəsi olmuşdu. Hətta bəzən siniflərdə, mən 8-ci, 9-cu sinifdə, bir boş dərsdə sinifdə deyirdilər ki, get o sinifə, bu dəqiqə müəllim gəlir. Özümü müəllim kimi hazırlayırdım ki, müəllim olacağam. Hətta oxuduğum illərdə də sizin kimi verilişlər, məktəbin şənliklərində verilişlər aparırdım. Yəni, bu məndə həvəsidir. O həvəs də heç vaxt məndə sönmədi, bugün də sönmür. Bugün də gedib o dərs dediyim uşaqları, son sinifimi
gedirəm, onlarla görüşürəm, içəri girişirəm. Onların o sevincini görəndə sanki elə bilirəm dünya mənimdir. Məlikə müəllim, sizcə bu danışıqlarınıza istinadən mənə maraqlı gəlir. Sizcə müəllim olaraq doğulur, yoxsa müəllim olunur? Bu sonradan qazanıla bilərmi? Məsələn, sizin o hisslərinizi, duyğularınızı mən sonradan özümü peşəkarlaşdıraraq o səviyyəyə gətirib çatdıra bilərəm, yoxsa sizin kimi doğulmadımsa vəssalam? Yox, əlbəttə ki, sonradan da əgər insan öz qarşısına məqsəd qoyursa, o müəllim adını daşımaq istəyirsə, nə istəsə ona nail ola bilər. Biz günümüzdə müəllim olaraq fəaliyyət göstərən zaman bir çox çətinliklərlə, problemlərlə qarşılaşırıq. Əslində istəyərdik sizin o təcrübələrinizdən faydalanaq və bizi izləyən gənc müəllimlərə biraz işıq olaq, yol göstərək. Məlikə müəllim hər hansı bir valideynlə problem yaşayıbmı? Yaşadığı zaman bu problemin öhdəsindən necə gəlib? Bilirsiniz, onsuz da desək ki, valideynlə müəllim arasında problem olmur, olur. Bəzən haqlı, bəzən də haqsız. Amma müəllim valideyn gəlirsə, ona iradılar nə qədər deyirsə, müəllim onun qabağında biraz susmalısan da, o dəqiqə ona reaksiya verməməlisən. Müəllim gərək nəyisə güzəştə getməyə, haqlı, haqsız. Biraz səbrini basmalıdır. Mən gənc müəllimlərə də deyirdim ki, müəllimlər biraz səbirli olun, valideynlə danışmaq tərzinizi dəyişin. Valideynlə əmr cümləsi ilə danışmayın. Biraz xahişlə, biraz elə deyin ki, sanki elə o özü etsin, istəmədən də könüllü eləsin. Məsələn, bu işi tapşırırsansa ona, bu iş belə olmalıdır, əmr cümləsi vermə. Versən, heç vaxt səni valideyn saymayacaq. Sən sözü elə dinən ki, o sənin fikrini qəbul etsin. Uşağına yanaşma tərzini dəyişsin. Bir qəşəng söz var, deyir ki, yanlış üslub doğru sözün cəlladıdır. İndi də bu söz elə bil ki, müəllimlər üçün deyilib. Mən həmişə sizin sözünüzə qüvvət, həmişə düşünürəm ki, bir ananın, bir atanın, bir valideynin sənət əsəri onun övladıdır. Biz onun övladı ilə yaralamağa çalışsaq, onun da bizi yaralamağı çox normaldır. Bu baxımdan valideynlərə qarşı daha təmkinli, daha səbirli olmaq, bəli, bu müəllimin bacarığıdır, amma Məlikə müəllim, gəlin etiraf edək ki, bu da güclü iradə tələb eləyir. Çünki insan o içindən tuğyan eləyən o özünü müdafiə, özünün haqlı olmaq istəyini ortaya qoymaq istəyir, amma biz müəllimlər onu belə bastırırıq ki, yox, sakit ol, gözlə, səbirli ol. Çünki ortada şagird var. Müəllim valideyn konfliktində itirən nə valideyn olur, nə də müəllim. İtirən həmişə şagird olur. Müəllim də yəqin ki, bu peşəkar yanaşmasının nəticəsində sizin kimi müəllimlərimiz valideynlərin qarşısında müəyyən mənada susmağı bacarırlar. Bilirsiniz, gərək müəllim, bir söz deyim də, müəllim gərək valideynlə arasındakı münasibətə, yəni yeri gəlsə valideyn gəlib də, bilərəkdən, bilməyərəkdən, kiminsə sözü ilə sənin bir acı söz deyib, təhqir, gərək onu müəllim elə oradaca unuda. Sinifə girəndə onu uşağı görən kimi uşağa əsəblə, hirslə yanaşmaya. Əksinə, o uşağa daha mehriban münasibət göstərməlidir. Ki, görürsən də, indi olubdur. Uşaq gəlir, əsir oturub, hiss edirsən də ki, uşaq özü hərəkətindən dediyi səhv sözdən nədən özünü çəkib başını qaldırmır. O dəqiqə yanaşan, nə olub? Məsələn, qızım, onun nə olubdur? Hər hansı ağrıyır və yaxud nə? Elə edirsən ki, o uşaq onu hiss etməsin ki, onun anası sənə nə isə deyib, valideyni nə isə deyib. Bu, əsl mən elə bilirəm ki, bütün müəllimlər bunu etməlidir. Gənc müəllimlər, indi peşə sahibi olanlar buna daha çox əməl etməlidirlər. Amma bəzən elə gənc müəllimlər var ki, məsələn, müəyyən bir cümləni, sözü hiss edirsən də, oturursan, sinifində oturmursan, dərs keçir, görürsən ki, nəyisə düz etmədi. Ona iraddan da, bilirsiniz nə deyir?
Mən 57 bal tutalım yığıb gəlmişəm. Aha. 57 bal yığmaq o savadlı olmaq ola bilər. Nəyisə biz edərsən. Amma sinifi idarə etmək, onun adiyyatı yoxdur. Bəli. Şagird müəllim münasibəti bir başqa şeydir. Gərək müəllim hər tərəfli inkişaf edə. Müəllim hər tərəfə eyni gözlə baxa. Sinifdə oturan uşaqların hər birinə eyni gözlə baxa. Fərq etməsin kimdir, nəçidir və Kimin övladıdır, kimin hardan övladıdır, gəlir? hardan gəlib. Bu müəllim onu sinifdə hiss etdirməməlidir. O qədər Uşaq gözəl. o ayrılığı, o ayrı seçkiliyi bilməməlidir. Bilirsiniz necə? İndi bilməsələr də, onlar biraz böyüyəndən sonra dərk edirlər. Hə, müəllim falan vaxtı falan uşağı çox istirdi, məni istəmirdi. Olmaz. Əgər sinifdə hərdən deyirlər ki, uşaqlar gəlir, sən hamısına salam eləyirsən, deyirsən ki, mən hamınıza öpücük göndərirəm. Bilirsiniz niyə? Deyirəm ki, biri yürür, qucaqlayır da, mən əgər onu öpsəm, o birilər gəlsə hamı töküləcək. Bir onların üzündən öpsəm, dərsimin vaxtı gedəcək. O yaxınlaşır, deyirəm, hə, əyləş, mən hamınızı öpürəm. Bir əlimlə də onların hamısına öpücük göndərirəm ki, hamınızı müəllimə öpür, salamlayır. Yəni, mən elə bilirəm ki, bu gənc müəllimlər də bunu etsələr daha gözəl olar. O qədər gözəl vurğuladınız. Müəllim olmaq həm də o bərabər imkanları qorumaq, hər kəsə eyni gözlə yanaşmağı tələb eləyir. Və bir də yenə çox doğru məqamı vurğuladınız Məlikə müəllimə. O toplanılan bal, necə ki KSQ-lərdən, kiçik summativ qiymətləndirmələrdən 100 bal alan şagird sinifin ən yaxşısı demək deyil. Bu ola bilər o günkü psixoloji durumuna görə, o günkü bilik səviyyəsinə görə, o günkü sualların səviyyəsinə görə 100 bal alıb və yaxud da ki 30 bal alıb, 31 bal alıb. Biz hansısa bir kiçik summativ qiymətləndirmədən aşağı qiymət alan şagirdə deyə bilərikmi ki, sən savadsızsan? Yox. Eynilə də bu sertifikasiyadan, müəllimlərin işə qəbul imtahanlarından yüksək bal toplayan müəllimlərin də deyə bilmərik ki, onlar peşəkar pedaqoji qabiliyyətlərə malikdirlər. Çox gözəl bir məqama toxundunuz. Məlikə müəllim, bəs hər hansısa bir şagirdiniz, valideyn deyil, şagirdiniz dərs zamanı nəsə bir səhvinizi sizə dedi. İndi olur da mexaniki səhvlər eləyirik, ya elə hansısa bir məsələni həll eləməkdə çətinlik çəkirik. Orada şagird o iradını bildirəndə biz müəllimlər onu necə qarşılamalıyıq və yaxud da ki, siz necə qarşılamısınız? Desəm ki, məsələn, elə bir problemim olmuyor. Yəni, mən dərsə birinci növü olanda, əgər mənim dərsim 8-də başlayırsa, mən 8-ə 20 dəqiqə işləmiş, 8-in yarısında ömrüm boyu məktəbdə olmuşam. Mən dərsə tam hazırlıqlı sinifə girərəm. Bugün nə keçəcəyəmsə, məsələmi, misalmı, tapşırıqmı, yəni fənləri də, bütün fənləri. Baxmamış sinifə qətiyyən girməməlidir müəllim. Ola bilər ki, sizin dediyiniz kimi, nəysə qarşısına bir çətinlik çəkər. Amma çətinlik çəkəndə də bəzən bilirsiniz necə? Olur da, məsələn, lövhədə misaldır, yazanda mexaniki 5-in yerinə 4 yazmışam. Yazıb qutarandan sonra baxmışam. Burada mən məsələn 8 və 9-un 72 yox, 74 yazdım. Tələsik yazdırsan, vaxt gedirdi. İndi o dövrlərdə, indi hamısı elektrondur, vurursan, özü gəlir. O dəqiqə uşaqlar yazır. Demişəm, uşaqlar bir yoxlayın görün müəllimə düz yazıbmı? Bax, bəli deyirlər, xorla. Uşaq heç vaxt demir ki, müəllim səhv yazmısan da bəzən. Deyirəm ki, yox, bir də yaxşı baxın. İndi biri deyəndə deyirəm, ay sağ ol, sən tapdın. Mən onu özüm bilərəkdən yazmışdım ki, görüm, siz müəllimə diqqətlə qulaq asırsınızmı? Mənim səhvimi görəcəksiniz. Mən onu bilərəkdən. Halbuki bilərəkdən yox, mexaniki səhv etmişdim. Amma mən öz səhvimi görəndə uşaqlara o cür müraciət eləmişəm. Baxın, görün, müəllimə düz yazıbmı? Onu deyirik, o sözlər çox istəndir. Baxanda, uşaq da bunu deyirəm, mən elə ona görə sual vermişdim ki, görüm, siz biləcəksiniz. Diqqətlisiz yoxsa yox. Məlikə, mən bayaq dedinizə ki, mən hər gün dərsə hazırlıqlı gəlmişəm. Ailə qayğılarınızla, məişət qayğılarınızla, övladlarınızla, onlar da məktəbə gedib, onların dərsləri, necə çatdırmısınız bunu? Necə özünüzə vaxt ayırmısınız?
Necə Bilirsiniz, eləyək biz? əgər biz hər hansı bir peşənin sahibi, indi işdən çıxıb evindən gedib 8 saat dövlət işləyib qayıtmışıq da, harda olursa, hansı peşənin sahibi olursansa ol. Əgər mən müəlliməmsə, sabahki işini, məsələn, gəlmişəm evə, elə olub ki, məktəbdə yox, gətirib dəftərləri evdə yoxlamışam, hamısını yerləşdirmişəm və kitab dəftərə baxmamış sinifə girmək, mən elə bilirəm ki, bugünkü gündə daha çox diqqət yetirmək lazımdır. Sən əvvəlki proqramla hansı səhifədə valideyn zəng vuranda falan tapşırıq, mən əzbər deyirdim. Deyirdim müəllimə baxmamışardım, deyirdim ki, illərlə o dərsləri keçmişik. Eyni kitablar üzərində bəli, işləmisiniz. indi proqram tamamilə çətindir, ağırdır, hədsiz dərəcədə. Bizim bu yeni kurikulumla proqram niyə çətindir? Elə çətin deyil, düzdür, elektron lövhə var, kompüter var, onlarla işləyirsən, uşaqlarla daha çox işləməyə vaxtın olur. Amma bir də o var ki, bu vaxtdan istifadə edərkən gərək vaxtı düzgün böləsən. Vaxtı düzgün böləsən. Bir də sinifdə uşaqların sayı az olsa, müəllim orada da, məsələn, 1-ci il kurikulum sistemi ilə bizim bölmədə, məktəbimizdə biz başlamışdıq. Biz onda bir il kursa getdik, öyrəndik və gəldik, başladıq. Onda 24-26 uşaqla biz işləyirdik. Amma mənim son sinifimdə 38 idi, ikisi yanvardan sonra getdi 36 uşaqla, 38 uşaqla o metodla işləmək hədsiz dərəcədə çətindir. Müəllimə çətin deyir, müəllim deyir, amma o zəiflər güclülərin içində batır. O mənada çətindir. Çünki zəif uşaqlar, tutalım, qruplarla iş vermirsən. 6-8 nəfər oturub, indi uşağın sayı çox olanda. 8 nəfərin içində 4-ü daha güclü uşaqdır da. Onlar yazırtıb alır, biz qutardıq qrupun adından. Axı bu zəifə vaxt çatmadı. Onlar durur, o danışdı. Bu birilərinə vaxt ayırmaq çətin olur. Yəni düşünürsünüz ki, bugün şagirdlərin sayının çoxluğu müəllimləri çətinlik törədir. Çox çətindir. Müəllimlər üçün hədsiz dərəcədə çətin olur. Axırda dərsdə öyrədirsən, söhbət ondadır. Bəzən dərsdən sonra da saxlayıb deyirlər, repetitorluq eləyir müəllim. Xeyr, müəllim, şəxsən mən bir müəllim olaraq sinifimdə ən imkanı olmayan, uşağına öyrədə bilməyən, yəqin ki, bunu mən buradan deyirəmsə, oxuyanda mənim haqlı olduğumu deyə bilərlər. O uşaqları saxlayıb dərsdən də sonra bir 45-dəminə sən qal. Onları görmüşəm ki, başa düşmədi o heç nə. Deyirsən, başa düşmür. O uşaqları yığıb sinifdə 45 dəqiqə təzədən onlarla məşğul olub, mən evə yola salmışam. Əgər sənətivi sevirsənsə, uşaqları sevirsənsə, sinifin adını qorumaq istəyirsənsə, gərək mənim dərsim 45 dəqiqəm bitirdi, jurnalı götürüm sinifdən gedim olmamalıdır. Bəli. O can yandırasan da. Bəli. Xüsusən mən bunu ibtidai sinif müəllimlərinə deyərəm. Çünki o biri fən müəllimləri bu sinifdən çıxır, o biri sinifə gedir, oradan çıxır. Yəni onlar üçün biraz onu etmək çətindir. Amma onlar da hansısa bir sinif rəhbərdirlər. Sinif rəhbərdirlər. Uşağa yanaşma tərzini dəyişməlidir indiki gənc müəllimlər. Məlikə müəllim, əgər ki, hər hansısa bir şagirdə valideyn nəzarəti yoxdursa, günümüzdə bu valideynlər işdə olurlar, uşaqlar tək böyüyür baxanda. Biz o valideynləri necə cəlb eləməliyik? Biz o şagirdləri necə cəlb eləməliyik təhsilə? Olubmu heç təcrübənizdə elə? Əlbəttə olubdur. Məsələn, o valideynlərlə çağırırsan, söhbət eləyirsən ki, uşaq budur, savadlı uşaqdır, dediyini götürən uşaqdır, sadəcə ondan maraqlanan yoxdur. Maraqlanan yoxdur. Evdə uşağa heç olmayan işdən gəlirsiniz, saat dalım 8 saatlıq iş rejimində hər yanda. 6-da 7-də işdən gələndən sonra çox xahiş edirik. Uşağınızın gələcəyi üçün, öz uşaqlarınız üçün deyirik, biz sizin üçün demirik. Bu uşaqla fərdi bir yanaşın da, görün uşağınız nəyi bilir, nəyi bilmir. Bəlkə heç müəllim sinifdə dərs keçməyib. Siz bir maraqlanın da uşağınızla.
bu müəllim etməlidir. Valideyni də başa salmalıdır ki, belə pis çıxmasını cümləm üçün üzr istəyirəm ki, valideyni başa salmısan deyirsən. Yəni də onu da xəbərdarlıq etməlisən ki, sənin uşağın geri qalmağının səbəbi müəllim, məktəb deyil, sizsiniz. Məktəbdə müəllim dərsi nə edir? Deyir, izah edir, başa salır, bitdi. Gərək gedib sən uşağı dərsini öyrədəsən, vaxt ayırasan, ondan əlavə də nəysə bir məşğul olasan ki, uşaq bir verilən tapşırığı yazsın. Verilən, məsələn, yazırlar, misalın biri qalıb və yaxud deyirsən ki, uşaqlar evdə tamamlayıb gətirərsiniz. İndi iş dəftərləri var da. Gəlirsən ki, həftələrlə, aylarla uşaq yazmır. Başda. Valideyn boşluğunu demək istəyirəm. Bir valideyn baxmalıdır ki, bu yarımçıq qalır da, qoysun qabağına desin ki, otur işdə də. Onsuz da gələndə müəllim diqqət yetirir, səhv isə başa salır. Amma indi valideynlərin əksəriyyəti düşünür ki, Məlikə müəllimə, məktəbə mən uşağımı göndərirəmsə, o bütün bu məsələləri məktəbdə həll edib gəlməlidir. Biraz valideynlərimiz günümüzdə çox tələbkardılar. Həm məktəbə qarşı, həm müəllimə qarşı, həm də təhsil sisteminə qarşı ümumiyyətlə gözləntiləri çox yüksəkdir. Bəs elə bir şagirdimiz var ki, o çox, bu sözü mən sevmirəm, amma çox zəifdir. Standartlardan çox aşağıdır. O şagirdlərlə necə işləyək? O şagirdlərdən birisiz. Əgər o uşaqlar hədsiz dərəcədə görürsən zəifdirsə, ya o uşaqlara vaxt ayırmalısan, bir müəllim kimi. Siz müəllim gərək əlindən gələni əsirgəməyə, valideyni də nəzərə almalıdır ki, əgər onun gücü çatmırsa o uşağına istəyir oxutsun, amma nə etsin, səhhəti yol vermir. Elə uşaqlara daha çox müəllim diqqət yetirməlidir. Sinifdə 2 dəfə o birisini soruşan, o bir başqa uşaqdan dərs soruşanda 3 dəfə ona yaxınlaşıb kömək etməlidir. Zəif uşaqlara da hətta. Onsuz da bilirsən də güclü uşaqlar sinifdə kimdir? Elə yalnız gəlim güclü uşaqları durğuzun, tez-tez çıxsın lövhəyə, yazsın. Məsələn, uşaq var deyir ki, müəllim onsuz da çıxıb yaza bilməyəcək. Yəni zəifdir demək istəyir. Uşaq demir zəifdir. Onsuz da yaza bilmir. Deyirəm, niyə yazmayacaq? Yazacaq. Mənim balam qoy görüm, gör gəlib necə yazacaq. O da elə ürəklə gəlir. Motivasiya verirsiniz, ona həvəsləndirir. Necə yazacaq? Hələ biraz da kömək eləyə. Deyirəm, hə, düz deyirsən, afərin. Gördünüz uşaqlar necə yazdı? Gəlin alqışlayaq, sabah bir də durğuzacam onu. Yəni uşaqda bir həvəs oyatmaq lazımdır. Yoxsa müəllim, sən bilmirsən, keç əyləş. O 4-5 sinifin indi 70% yaxşı oxuyursa, 30%-də zəif də uşaqlar var da. Elə onlarla sinifdə idarə etmək o düzgün deyil. Müəllim həmişə zəifi qabağa çəkməyə çalışmalı. Onsa güclüdür, bilir. Öz ağzından çıxan kimi sənin sözünü alır, eyni ilə sənə qaytaran uşaqlar var da. Amma bəs o zəiflərə müəllim gərək göz yummamalıdır. Kimliyindən asılı olmayaraq, kimin övladı olmasından. Ola bilər lap onun valideyni səni sevmir. Yeri gəlsə səni bir təhqir etsə söz də deyər. Gərək müəllim onu gözündən qaçırda. Onu da o kimdir? Bu dediklərinizdə müəllimi bir insan kontekstindən çıxartmışam, belə kürəyində 2 dənə qanat çəkmişəm. Müəllim bir növ mələk olmalıdır da, belə başa düşdüyüm qədərilə Məlikə müəllimə. Əlbəttə, müəllimlik peşəsi müqəddəs peşədir. Bilirsiniz necə? Müəllim bütün sahədə işləyənlərin hər birini yetişdirən kimdir? Müəllim. Nazirini də, prezidentini də, həkimini də. Bunlar hamısı müəllim əlindən keçir də. Düzdür? Müəllim, bəli, mən həmişə demişəm, deyirəm də, mən müəllimlik peşəsini ən müqəddəs peşə sayıram. Peşələrin üzərində şahı deyərdik də, müəllimdir. Amma son vaxtlar düzdür, müəllim peşəsini, müəllimlər haqqında görürsən, yazılar gedir. İnanın, mən onu oxuyanda bəlkə də bir gün yatmıram həmən günü. Bəzən müəllimlərin ünvanını təhqir edici sözlər yazırlar. O məqaləni çalışıram ki, oxumayım. Oxuyanda bəlkə də gözümə yuxu getmir ki, görün, bəlkə də istəyirəm onun savadı yoxdur. Yazdığı cümlədə 5 dənə hərf səhv edib. Yazırsan da, internetdə yazırsan, düzdür. Görürsən ki, necə hərf səhvləri elə yazıb. Amma müəllimi
baltalayır ağzına gələni. Ya, bu yaxşı Məlikə hərəkət deyil. Onlar klaviatura qəhrəmanlardır da, ona görə biz sinifdə qəhrəmanlıq eləyirik. Onlar da klaviatura arxasında. Bəs mənə maraqlıdır, indi siz dediniz həmişə özünü biraz kənarda saxlayan uşağa daha çox diqqət göstəririk. Bəs siz öz kollektivinizə yeni daxil olanda məktəb rəhbərliyi tərəfindən, kollektiviniz, həmkarlarınız tərəfindən bir bullyinqə məruz qalmısınızmı? Orada sizi bir sıxışdırıblarmı? Necə xatırlayırsınız o dönəmi? Gənclik dövründə. Bəli, təzə fəaliyyətə başlayanda. Təzə fəaliyyətə başlayanda demirəm, mən öz məktəbimdə öz müəllimlərimlə bərabər əvvəl işlədim. Onlar mən onlara çəkinmədən nəyi bilmirdimsə tez gedirdim. Müəllimə, bunu mən elə eləmişəm, görün düzümü eləmişəm. Dərslərində otururdunuz Məlikə müəllimləriniz? Hər vaxt. Mən son illərə qədər, lap gənc müəllim də gələndə öz məktəbimizdə 34 il mən MLK-da da məktəb lisey kompleksində işləmişəm. Əmək pensiyasına çıxana qədər 34 ilini, 46 ilini. Həmişə bütün müəllimlərim, o məktəbdəki nə qədər ibtidai sinif müəllimlərimiz var, mən elə bir müəllim olmuyor ki, onun gedib dərsindən nəsə götürməmişəm. O əvvəl mən məsələn ibtidai siniflər metod birləşmə sədri, sonra direktor müavin işləmişəm. Yəni o dövrlər də mənə çox şey veribdi. Mən hər gedəndə demişəm, bu nə gözəl etdi bunu. Yeri gəlsə yaşca məndən balacadır. Azdır. Mən o dəqiqə onu özümə qeyd eləmişəm ki, bu daha yaxşıdır. Gərək müəllimlər də bir-birinə mən üstünəm sözünü deməyə, həmişə bir-birinin dərsinə girə, dərslərini dinləyə, bir-birinə necə deyim, orada nəyisə səhv edəndə onu bir qobuz şəkildə girib, girdim dərsinə falan şey səhv elədi deməyə. Bir yol göstərə ki, müəllim, bax burada belə eləsən daha yaxşı olar. Məncə indi yaşlı müəllimlərimizdə, indi mən təqaüddəyəm, indi məndən aşağı yaşlı qrupu olan müəllimlər gənc müəllimlərə də o cürə etməlidirlər. Amma Məlikə müəllim, bəzi təcrübələrə görə nisbətən təcrübəsi çox olan, yaşlı demək istəmirəm, təcrübəsi çox olan müəllimlərimiz gənc kadrlara, yeni gələn müəllimlərə biraz qeyri-peşəkar yanaşırlar. Düşünürlər ki, onlar hələ heç nə bilmir, hələ onlar hələ balacadılar və özlərini daha üstün hesab eləyirlər. Bu da gənc kadrların belə ruhdan düşməyinə, motivasiyadan düşməyinə gətirib çıxarır. Yox, o doğru deyil. Məsələn, hər il bizim məktəbimizə praktikantlar gəlirdilər də, təcrübəyə. Onlar dərs deyəndə, məsələn, əvvəlcədən dərsə hazırlaşırdılar, institut müəllimlər də gəlirdi, biz də təcrübəsində, düzdür, mən də sinif müəllim kimi otururduq. Biz onlardan da görürdün ki, elə yeniliklər yedirlər ki, sənə xoş gəlirdi. Deyirdin, gör nə yaxşıdır, gəncdir, hələ tələbədir, 4-cü kurs tələbəsidir. Elə tələbələrimiz də var. Gənc müəllimlərimiz, elə savadlı gənc müəllimlərimiz var, elə sinifi idarə etmə bacarığı var. Bəli, onu yaşından asılı olmayaraq, yəni pedaqoji stajını deyirəm, stajından asılı olmayaraq, bugün bir ilin müəllimindən də nəsə öyrənmək olar. Sadəcə olaraq biraz mənəm deməyəsən də. Bir də müəllimlik elə bil ki, yaşsız bir peşədir. Bəli. Sən 5 ilin müəllimi olub yaxşı təcrübə göstərməyə bilərsən. Eyni zamanda 1 ilin müəllimi olub çox uğurlu bir təcrübə də göstərə bilərsən. Məlikə müəllim, sonda istəyirəm ki, siz bizi izləyən gənc müəllimlərimizə öz tövsiyələrinizi verəsiniz. Gənc müəllimlərə tövsiyəm odur ki, özlərində çox çalışsınlar birinci növbədə. Yəni mən bilirəm, nəyə lazımdır sözünü deməsin. Hər dəfə sinifə girəndə müxtəlif üsullarla uşaqlara yanaşmanı öyrənsinlər. Valideynlərlə danışıq tərzlərinə diqqət yetirsinlər. Yəni qarşısındakını nə gəldi, necə gəldi danışmamalısan. Mən əvvəlki söhbətimdə də dedim. Valideyn ola bilər gəlib sənə nə isə deyir, axı sən müəllimsən. Sən birinci növbədə özünü yox, o müəllim adını qorumalısan. Bəli. Müəllim adını qorumalısan və
hər şeyə reaksiya verməməlisən. Susmalısan, təmkinli olmalısan, səbirli olmalısan. Əgər müəllim təmkinli, səbirli, uzaq görən olmasa, o sinifdə işləməyi çətinlik çəkəcək. İstəyir yaşından asılı olmaraq 10 il olsun, 15 il olsun. Gənc müəllimlər çalışsınlar ki, birinci növbədə səbir, təmkin, uşağa yanaşmanı öyrənsinlər. Hansı uşağa eyni yanaşma ilə sinifdəki 20 deyim, 30 deyim, uşağa eyni yanaşma ilə yanaşmasınlar. Çünki hamısı bir evdən gələn uşaq deyil. Sinifdə 30 uşaq var, 30 ailədən gəlib. Hər ailənin bir xüsusiyyəti var. Düzdür? Bəli. Onlar hər ailədən bir xasiyyətlə gələn uşaqlardır. Sən də onların hamısına bir cürə yanaşa bilməzsən. Bu mümkün deyil. Əgər mümkün olsa, mən elə bilirəm, orada nəticə ala bilməzsən. O ancaq robotların olduğu bir mühitdə nəticə verər. Çünki hamısı eynidir də. Amma mümkün ola bilməz də, yəni bəli, demək mümkün istəyirəm. deyil, düzdür. Onlarla hərəsinin öz dilində, hər uşağın öz dilində, hər uşağa uyğun ona yanaşma tərzin olmalıdır. Yeri gəl biri ilə ciddi, bilirsən ki, bunun biraz üzünə gülsən, heç saymayacaq, sinifdə nə istəsə eləyəcək. Bəziləri ilə ciddi, bəzilərinə mülayim, bəzilərinə gülə-gülə, bir deyillə deyirsən ki, ürəklənsin, dursun. Hər cür uşaq var da. Yəni, müəllim sinifdə bir metodla yox, müxtəlif cürə metodlarla uşağa yanaşmanı öyrənməlidirlər gənc müəllimlərimiz. Əgər elə olarsa, mən əminəm ki, o uşaqlar da yaxşı müəllimlər əllərində olar. O müəllimlər də həmişə sayılıb seçilən müəllimlərdən olarlar. Çox sağ olun Məlikə müəllimə. Sözün əsl mənasında qızıl xırdaladınız. Təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiyinizə görə. Sağ olun, sizə dəvətinizə görə minnətdaram. Hər birinizə dəvət eləmisiniz. Buyurun. Biz təqaüddə olan müəllimləri yaddan çıxartmamısınız. Ona görə də mən də sizlərə təşəkkür edirəm. Yaxşı ki varsınız Məlikə müəllimə. Sizin timsalınızda yaşından asılı olmayaraq bütün belə peşəkar müəllimlərimizə demək istəyirəm. Biz müəllimlərin, gənc müəllimlərin, bu yolda yeni addımlayan, hələ təzəcə ayağa duran müəllimlərin sizin kimi müəllimlərin təcrübəsinə, yol göstərməyinə çox ehtiyacı var. Ona görə yaxşı ki varsınız və həmişə də bizimlə olun. Çox sağ olun, minnətdaram. Bugünkü qonağımız Məlikə müəllimlə müəllimlərin qarşılaşdığı çətinlikləri müzakirə elədik. Ümid edirik ki, bu söhbətimiz sizin üçün faydalı oldu. Gələn görüşlərədək.